Bizim bu Türklerde bizde bilirsiniz yəqin bir problemamız var. Biz özümüz də düzəlməliyik, düzələnmirik. İndiyənəcən, yəni bu Qriqoryan bu generallar belə çıxıb belə səfihlər də, satqınlar, bunların adı bilirsiniz nədir də? Bunlara birinci Pyotr nə adı qoyubdu? Ən alçaq, ən o deyil, dünyanın ən pis sözünü, adını qoyub onlara. Elə belə qoymuyor. Amma bugün türklər onu bilə-bilə ya bilmirlər. Bugün elənki millətin qabağında dünyaya göstərməkdən ki, dünyaya tanıtdırmaqdan ki, bu millət insan deyil. Yəni bu heyvan kimi gəlib də, yəni bunu eləməyibsiniz. Ona görə bugündəyik də. Bugün sülhdən danışırsan, bir dəfə üzr istəyiblər. Deyiblər ki, bağışlayın Türk xalqı. Zori Balayan, ziyallısı qondarma. 13 yaşında uşağı mismarla vurub divara və jurnalistə danışır ki, mən həzz alırdım. Bilirsiniz, o 13 yaşında uşağı, qız uşağını qışqırırdı. Onun anasının döşünü kəsib ağzına basmışıq. Sonra dərisini soruram. Sonra deyir, baxıram həzz alıram, neçə dəqiqə öləcək. Bunu erməni danışır. Bütün dünyaya deyir. Çıxıb dünyaya deyir. Türk bugün sülhdən danışır. Əgər Türk, Azərbaycan bugün sülhdən danışırsa, ermənilər gəlin də barışaq. Barışaq, yolumuzu verin də, yolumuzu verin. Yalvarırsınız. Erməni qudurur, Amerikada baxır, Kanada baxır, Yapon, Fransız, İngiliz, hamısı, bütün dünya baxır, deyir, ay balam, yəqin bu türklər, yəqin nəsə bunu eləyib da, yəqin ermənilərə o qədər əziyyət verib, öldürüb, kəsib, nə bilim, neyib ki, bu özü günahı var, qaçır, deyir, gəlin barışaq, gəlin barışaq. Onlar elə başa düşür, onlar elə düşünür. Bütün Avropa, dünya elə düşünür ki, türklər böyle niyə elə sülhdən danışır? Gəlin barışaq, gəlin barışaq. Deməli, bunu eləyiblər, günahları var. Erməni də oradan quduracaq. Erməniyə deməkdən ki, ay balam, bu dəri soyur, sevinir. Bu iblisdir, bu insan deyil. Bunu Tanrı sizə, bizə göndərdi ki, yəni bilin, bax, diri, canlı sizə iblisi göndərirəm. Var gedib neyini? Gedib daş atır meymun gibi. Meymun olmuşuq, başa düşdüm də. 1000 ildir meymunam, mən də meymunam. Meymun olmuşuq. Bu meymunluqdan qurtarmaq lazımdır da. Bunu canlı göndərib də, diri göndərib. Gedib oraya nə atırsa. Onu 1000 il qabaq yazıq, bədbəxt insanlar bilmirdilər. Şeytandır da, yazılıb, kitabda yazıb ki, şeytan görünməzdir. Tanrı görünəni göndərdi. Yəni ayıl, gözünü aç. İndi onu yazmayacaq ki. Ağıl verib də, düzdür, ağlımızı Tanrı onu idarə edir. Yəni sağlam ağıl da verib, səfeh ağıl da verib, xəstə ağıl da verib. Bunu Türk eləməli də eləyə bilmədi. Yəni dünyaya tanıtdırmaq ki, bax bunlar canlı iblisdir, inana inanmaya. İnanmır, başqa cürə təqdim edir, başqa cürə tanıtıyla. Bunları bir gətirib bu vəhşiləri, Zori Balayan özünü vəhşi kimi göstərir dünyaya. Deyir, mən baxın, iblisəm. Həzz alıram, Türk uşağının qanını, qabığını soyuram, dərisini soyuram, necə ölür, həzz alır. Bunu insan qaşıqla göz çıxardırlar. Nə bilim, şanı yeridirlər kadının o orqanından, diri-diri. Nələr eləmirlər? Yəni, mən bilmirəm, siz bunu oturursunuz orada Türkiyədə, Türk yoxdur, tanıda bilmirsiniz, dünyaya bunları vəhşi kimi, heyvan kimi
və məcbur eləmək ki, üzr istəməlidirlər. Ona Pötr birinci bunlara belə ad qoyub. Satqın, müxənnət. Mən demirəm, Yegişə Karenski, Rafi Samveller, Xaçik Daşdent, erməni yazıçılarıdır. Mayakovski, Pushkin, Cuma, Engels, Marx. Bilmirəm ta indi bugün De Niro deyir, Alain Delon dedi, bunlar 21-ci əsrin Şarl Aznavurun sifətinə deyib. 69-cu ildə Alain Delon Şarl Aznavurla dostuydular. Deyir ki, sizin millət 24 apreldə deyir. Sizin millət, xalqınız 21-ci əsrin faciəsidir. 21-ci əsrdə Alain Delon deyir, hələ özünə dost Aznavur. Bunu Van Damme indi deyib, bunu Sylvester Stallone deyib. Şuna deyir, ən satqın, ən alçaq, heyvan millətdirlər, insan deyirlər. De Niro deyir, mən deyir, Azərbaycanı tanımıram ama ermənini yaxşı tanıyıram. Yəni bu qədər başqa millətə, Mayakovski, Çavçavadze, bunlara Tolstoy'un adlarını qoyub, Marx bunlara panelinə, analarını istifadə eləyir, bacısını, qızını istifadə eləyir, satır. Özləri neyini, özləri bugün toylarda qızların, gəlinlərin alt paltarını çıxardıb atırlar kişilərin qabağına. Nə oyundan çıxır. İndi indi qədimi ədət-ənənədir erməni xalqın, gəlinin. Yəni bunu siz, ay türklər, genel deyirəm, sülhdən çox danışmaq ilə lazımdır o Zəngəzur alınacaq onsuz da. Axır yox, kimsə alacaq o. Mən alıram, o alır, o alır, o alınacaq. Onu ağıllı yolla, sağlam yolla o vermir. Bəşəriyyətin gözünün qabağında erməni göstərir ki, mən vəhşiyəm. Həzz alır, qan tökülür. Yəni siz bunu görə-görə, mən bilmirəm. Siz tanıda bilmirsiniz, deyə bilmirsiniz. Bu nədir bu? Başa salamırsınız bəşəriyyəti. Bəs Türk gəlib dünyaya sülhlə gəlib də. Qanun qayda ilə, ədalətlə, hər şeylə, haqla, haqqı sevən, haqsızlığa qarşı vuruşan Türkdür. Amma siz bugün nə edirsiniz? Bugün gəlin sülhdən, o qədər sülhdən danışır, hamı elə bilir bizdə günah var. Bütün görün yazıçılar, alimlər, bütün dünyanın, hələ bizdən qabaq, indi də kimlər danışır ermənilərdən ki, bunlar Kanada gözü kördür, Yaponiyada da, Fransada, yəni gözləri kördür da, indi hələ deyir, Tanrı göz verib, amma kördür. İndi bir balaca da bizə qarşı bilirsiniz ki, bizi gözləri götürmür, xristiyan kimi onları müdafiə edirlər. Amma onunla deyil, onlar da peşman olur. Stefan Dauman neçə dəfə dedi ki, ermənilər 200 illərləndir, öldürürlər, oğrurlar, aparırlar, zərər verirlər bəşəriyyətə, amma qalırlar, yəni cəzasız qalırlar. Heç vaxt bunlar cəzalanmır, ona görə qudururlar. Bunu Ronald Reagan, Bruce Finn onun köməkçisi araşdırma apardılar Avropa arxivlərində, dünyanın arxivlərində ki, yəni soyqırım olmayıb. Soyqırımı erməni xalqı ermənilərə qarşı, öz ermənilərinə qarşı soyqırım törədib və Türk xalqına qarşı törədib. Bunu Ronald Reagan 80-ci illərdə, 90-cı illərdə, Ronald Reagan 90-cı illərdə araşdırma Avropa, onun tapşırığı ilə Bruce Finn, onun köməkçisi araşdırıb çıxardıb ortaya ki, soyqırımı ermənilər törədib və Türk yox. Yahudilər, Arya Gut, bugün Mikhail Finger, bugün deyirlər ki, Yahudilər dünyada, yəni bütün haqqı, ədaləti bərpa eləmək istəyir. Türk bizim dostdur. Türk bizi xilas edibdir 800 ildir, 1000 ildir.
Türklər Yahudiləri xilas edib, Azərbaycanlılar, Xəzərlər, bunu Mixail Finkel də deyir. Və biz bunların yanındayıq, Türkün yanındayıq. Türkü satmadılar. Yanında da siz gedib nəyi axtarırsınız? Və bugünkü günü sübut edirlər ki, Türklər o işi görməyib, onu Amerikada deyir, onu Yahudilər də deyir. Bizə çatmır, biz sən nəylə məşğul? Dünya, biz gəlin sülhdən danışırıq. Bax bu qədər, yəni onu bilin. Yəni bilmək budur ki, mən istədim deyəm ki, bunu o Mixail Finkel ki, bugün açıqlayır ki, Xəzərlər, yaddan çıxdı, Xəzərlər 6-cı, 7-ci, 8-ci əsrlərdə bizi xilas ediblər Bizantiya imperiyasından, Xristian imperiyasından, Ərəb işğalından. Bunu Mixail Finkel deyir. Yəni Yahudi. Yəni biz deyir, nəyə görə Azərbaycanın, Türkiyənin yanındayıq bugün? Ona görə onlar bizi xilas edibdir. Biz də onların yanında olacağıq. Kim istəyir satır, satqınlar var aramızda. Nədir? Biz bir olacağıq. Min illərlə Yahudi bizləndir. Çörəyimiz yeyib vurmuyor. Ancaq Fars, Erməni, Ərəb ən sizin istədiyiniz Ərəb, Fələstinə çörək yeyib arxadan vurub qızlarınızın başına aparıb kəsir. Amma Yahudilər bugün bütün dünyaya deyirlər ki, soyqırımı törədib ermənilər. Soyqırımı onu Ronald Reagan da deyir, onu hamı deyir. Bax bu qədər, yəni bilin, Yahudilər nəyə görə bizləndir. Biz onları xilas etmişik 1000 il qabaq. Onlar da bizim yanımızdadır bugün. Bu qədər.